Bir çox hallarda yol patrul xidməti əməkdaşları ilə sürücülər arasında qanunun tələblərinə dair ziddiyyətli məqamlar yaranır. Yol patrul xidməti əməkdaşları ilə sürücülər arasında yaranan ziddiyyətli məsələlərdən biri də avtomobillərin qeydiyyatı nişanlarında çipin olub-olmaması məsələsidir. Bir çox hallarda yol patrul xidməti əməkdaşları iddia edirlər ki, avtomobillərin qeydiyyatı nömrə nişanında çipin olmaması qayda pozuntusu hesab edilir. Sözü gedən məsələ ilə bağlı yol hərəkəti təhlükəsizliyi mütəxəssisi ekspert Arzu Kürşün Babazadə yaranmış sualla bağlı Dialoq TV-yə açıqlama verib. Nömrədəki GPS-lər barədə qeyd edək ki, qeydiyyat nişanlarının standartında çipin vacib olması göstərilməyib. Yəni, qeydiyyat nişanlarında ölkənin adını bildirən AZ hərfləri çipin üzərində yazıldığı üçün həmin çip yerindən qoparsa, o zaman yol polisi əməkdaşı sürücünü cərmələyə bilər. Yəni, AZ onun üzərində yazılıb deyə. Çünki artıq orada nömrənin standartı pozulmuş olur, AZ yazısı getmiş olur. Yəni, GPS-in olmadığına görə yox, AZ olmadığına görə. Lakin əvvəlki qeydiyyat nişanlarındakı çipin olmamasına görə sürücü məsuliyyətə cəlb edilə bilməz və nömrəni yenisi ilə əvəz olunması tələb edilə bilməz. Yəni, çipsiz və köhnə nömrədir deyə heç kim sürücünü cərmələyə bilməz, get nömrəni dəyiş, GPS-li nömrə al deyə bilməz. Sadəcə yeni nömrələrdə o AZ cipin üzərində yazılır deyə və onda da artıq o cip düşəndə AZ sözü oradan düşmüş olur və nömrənin standartı pozulmuş olur. Bu artıq tam başqa bir şey. Qanunun heç bir tələbi yoxdur o barədə ki, köhnə nömrəni GPS-li nömrəyə vətəndaş dəyişməlidir. Elə bir tələbi yoxdur qanunun. Qətiyyən qanunun elə bir tələbi yoxdur. Gündüz Əliyev, Dialoq TV, Yevlax.